Salam əziz dəyərli izləyicilər. Bugünkü qonağımız professional boks döyüşçüsü Tariyel Cəfərovdur. Tariyel bəy, xoş gördük. Hər vaxtınız xeyir olsun. Salam aleykum, hər vaxtınız xeyir olsun. Öncə hər kəs salamlayıram. Hər kəsin hər vaxtı xeyir olsun inşallah. İlk öncə istəyərdik ki, özünüzü təqdim edərdiniz ətraflı döyüşlərinizlə bağlı. Neçə döyüşdə iştirak eləmisiniz? Hansı döyüşlərdə iştirak eləmisiniz? Bununla bağlı. Mən artıq deyim 8 ildir ki, professional boksla məşğulam. Professional boksda, peşəkar ringdə 44 döyüş keçirtmişəm. 36 qələbəm var, 8 məğlubiyyətim var. Neçə yaşından döyüşdəsiz? Ümumiyyətlə boksda 13-14 yaşlarından başlamışam boksa, həvəskar olaraq. 28 yaşından da keçmişəm peşəkar boksa. Neçə döyüşdə iştirak eləmisiniz? Professional boksda 44 döyüşdə. 36-sını qazanmışam, bəli. Onlardan 8-ini uduzmuşam. Bu kəmərlərlə bağlı istərdik ki, məlumat verərdiniz. Harda, hansı ölkədə almışsınız, hansı ölkələrdə olmuşsunuz döyüşlərdə? Ümumiyyətlə 16 ölkədə yarışlarda olmuşam, boks yarışlarında. Ölkəmi layiqincə təmsil eləmişəm. 11 dəfə titul çempionluq döyüşlərində iştirak eləmişəm. O 11 titul döyüşlərinin 8-də qalib olmuşam. Hazırda burada 6 kəmərimi gətirmişəm, 8 kəmərin çempion olmuşam. UBO versiyasında Avrasiya və international çempion olmuşam. Avrasiya kəmərimi Pakistanın bir nömrəli idmançısından udmuşam. UBO international kəmərini Azərbaycanın əfsanəsi olan, düzdür, əvvəllər çox populyar, çox güclü boksçu idi. İndi yaşlandığına doğru artıq enam vaxtlarında Əli İsmailovdan qazanmışam. Sonra Aziya çempionu olmuşam, Bangkokda 43 qələbəsi olan döyüşçüdən udmuşam bunu. GBU versiyasında və VBS versiyasında dünya titullarının çempionu olmuşam. WBS dünya titulunu 21 qat Boliviya çempionu və WBC Latino çempionu Saul Farahdan qazanmışam. Hansı ki, professional ringdə 72 qalibiyyəti olan idmançıdan almışam. 8 titul ümumiyyətlə çempion olmuşam. 8 dəfə himnimizi səsləndirmişəm, bayrağımızı qaldırmışam. Ən rekord qırdığınız qalibiyyət? Ən rekord qırdığım qalibiyyət bir Aziya titul çempionluq döyüşü, bir də WBS çempionluq döyüşü. 43 qələbəsi olan idmançı udmuşam, bir də 72 qələbəsi olan idmançı udmuşam. Neçə saniyə məğlub etmişsiniz? Aziya çempion oldum 42 saniyəyə. Qavruğasını qırdım body shotdan. WBS kəmərini 12 raundluq döyüşün 3-cü raundunda nokautla qalib gəldim. Ümumi 3 raund ərzində 6 dəfə knockdowna saldım rəqibi. Azərbaycanda professional boks sahəsində kimlər var? Azərbaycanda ümumiyyətlə peşəkar boks elə də yaxşı inkişaf eləməyib. Yaxşı boksçularımız var, amma yaxşı peşəkar boksçularımız var, amma peşəkar boks yoxdur Azərbaycanda hələ. Niyə? Səbəb nədir? Səbəb maddiyyat cəhətdən, sponsor baxımından dəstək yoxdur. Peşəkar boksa Azərbaycanda dəstək yoxdur. Güclü idmançılarımız var, yaxşı döyüşçülərimiz var. Məsəl üçün, dünyada sözünü deyən, böyük arenalarda sözünü deyən ölkəmizi həqiqətən layiqincə kişi kimi, bir yaxşı idmançı kimi təmsil edən idmançılarımız var. Onlardan Sürət Qarayevi deyə bilərəm, sonra Kənan Hüseynəliyevi deyə bilərəm. Hazırda Almaniyada yaşayır, amma arada gəlir gedir. Məsəl üçün, məğlubiyyətsiz karyerasına davam edir 10-0-lıq rekordla. Sonra əlavə titul döyüşən idmançılarımız var. Sayılası adamlarımız var, 7-8 nəfər var. Elnur Süleymanov var, məsəl üçün, hardcore çempion olubdur. Barnakılda əlcəsiz boksda döyüşüb, çempion olub. Bu yaxın günlərdə Ərəb İmarətin Dubay şəhərində təşkil olunan ən böyük təşkilatçıdan biri, Barnakıl təşkilatçılığı. Orada ölkəmizi layiqincə təmsil elədi. Ağır nokautla rəqibinə qalib gəldi. Yenə də fəxrimizlə adımızı qaldırdı. Niyə boksçulara, belə deyək, sponsorlar dəstək olmurlar? Yəni, sizin fikrinizdə nədir? Səbəb nə ola bilər? Mənim fikrimcə pul buraxmağa əlləri gəlmir, hamısı qazanmaq istəyir. Qazanmaq istəyirsənsə, sən birinci pul buraxmalısan ki, idmançılara, sərmayə yatırmalısan ki, onlar inkişaf eləsin. Zaten onlar inkişaf eləyəndən sonra sən onlara xərclədiyin pulun 3-4 qatını qazanacaqsan. Bizdə bunu eləyənlər
demək olar ki, yoxdur. 10%, 5% səviyyəsindədir. Necə deyim, peşəkar boks dünyada ən yaxşı biznesdir. Obyekt kimi, Loru da desə obyekt kimi, gələk pul buraxasan ki, nəsə sponsor əldə eləsən. Sponsor maliyyə, maddiyyat, maliyyə cəhətdən zəifçilik var. Ona görə də yaxşı idmançılarımız var, üzə çıxa bilmirlər, papaq altda yatırlar. Yəni, aylıq nə qədər pul xərcləyirsiniz ki, yəni daha güclü olasınız? Belə deyim də, professional boks amatorla fərqlidir. Çünki bir nəfərlə döyüşmək üçün sən 2 ay, 3 ay qabaqsızdan hazırlıqlara başlamalısan. İdman qidaları, yuxu rejimi, kampların hamısını düzgün şəkildə yerinə yetirməlisən. Buna görə də ortalama mən hesab edirəm ki, ortalama bizim ölkədə hazırlığa başlasan, haradasa sənə 1800-2000 manat pul lazımdır qidalanma ilə bir yerdə, idman qidalarına görə. Amma yoxsa təkcə makaronla kartof qızartmasından döyüşə çıxmaq olmur. Bunların fiziki hazırlığı, döyüş hazırlığı hamısı çətindir. Qıraqdan hasant gəlir insana. Bir döyüşçüyə görə sən yarışa hazırlaşmaq üçün 10 nəfərlə, 12 nəfərlə sparring etaplar keçməlisən. Hər sparringin 12 round, 14 round, 16 round sparringləri görməlisən ki, bunlar hamısı da bəzən zədə də ala bilərsən, travma da yaşaya bilərsən, ya uğurlu da keçə bilər. Amma efirdə görsənən üzü, çıxdı bir döyüşdü, utdu, ya uduzdu. Amma ayların əziyyəti var. Amma o bir döyüşə qədər arxada nə hazırlıqlardan, nə etaplardan keçir, hansı çətinlikləri görür, onu heç kəs görmür. Tanınmış boks döyüşçülərindən, kimlərlə döyüşmüsünüz? Tanınmış boks döyüşçülərindən Əli İsmayılovla döyüşmüşəm. Azərbaycanın keçmiş ən yaxşı boksçusu, top boksçusu olub. Düzdür, indi yaşdaşıb, amma Əli İsmayılov yenə də Əli İsmayılovdur, fəxrimizdir. Qarşısında baş əydi. Bir də 21 dəfə Boliviya çempionu, WBC Latino çempionu, Boliviya, Latin Amerika boksçusu Saul Farahla döyüşmüşəm, tanınmış boksçulardan. Məğlub olmuşsunuz, yoxsa qalib olmuşsunuz? Qalib olmuşam, ikisində də. İkisində də qalib olmuşsunuz. Dediyim kimi, bu UBO versiyasının international kəmərini Əli İsmayılovla vuruşdum. WBS dünya kəmərini isə o Boliviya idmançısıyla vuruşdum, qalib oldum. Birinci roundda məğlub elədiniz, yoxsa? Birini birinci roundda, birini üçüncü roundda. Neçə saniyə, 46 saniyə dediyiniz? Yox, 46 saniyə budur. Aha. Sonra bu kəməri almışam 1 dəqiqə 32 saniyə. Avrasiya kəmərini 1 dəqiqə qazanmışam ilk roundda. Onu 56 saniyə qazanmışam. Pakistanın milli boksçusu məğlubiyyətsiz gedirdi. Döyüşə dəvət elədilər məni ki, bu qədər pul veririk, milli titulumuz uğrunda döyüşəcəyik. Mən də baxdım videolarına, gördüm ki, gözüm yerdə bunu keçə bilərəm. Döyüşə razılıq verdim, getdim Pakistanın Lahor şəhərində döyüşdüm. 56 saniyə nakauta saldım, pulumu da aldım, kəmərimi də aldım. Şəxsi sual olacaq, nə qədər verdilər həmən vəsait? Orada az pul verdi, $2500. Milli kəmərdir ona görə. Yəni, beynəlxalq dünya kəməri deyil. Ümumi belə deyək, bir döyüşə yəni iştirak edəndən sonra nə qədər vəsait verirlər döyüşçülərə? Baxır sənin kimlə döyüşdüyünə, bir də hansı orqanizasiyada döyüşdüyünə, rəqibin reytinqindən asılıdır həmən döyüşdə qazandığın pul. Reytingsiz idmançı ilə döyüşsən, əlbəttə ki, xırda-xuruş pullar oynayır. Yaxşı, güclü reytingli idmançıya qarşı döyüşsən, yaxşı pullar oynayır. Bizim Azərbaycan peşəkar boks reytinqində, necə deyim, ən çox qazanılan pullar məncə 35.000, 50.000 belə olub. 90-85%-i 15.000, 12.000, 10.000 belə pullara döyüşürlər. Kimi özünüzə rəqib görürsünüz? Cruiserweight deyilən boksda Cruiserweight gedir adı, yəni 91 kilo. 91 kiloda hazırda Azərbaycanın bir nömrəli idmançısı özüməm. Amma özümə nətər deyim, amma qardaşımızdır, fəxrimizdir. Rəqib kimi görərəm Sürət Qarayevi. Həqiqətən gözəl idmançıdır, güclü idmançıdır. Yəni onunla döyüşə uduzmağa deyə bilmirik də. Yaxşı idmançıdır. Yəni döyüşdə olmamışsınız həmin şəxslə?
Paralarda olmuşuq, amma döyüşdə olmamışıq. Yaxşı idman, həqiqətən layiqli idmansız. Qalan heç kəsi rəqib görmürəm özümə. Növbəti döyüş səfəriniz? Növbəti döyüş səfəri Hara hazırlaşırsınız inşallah? Allahın izindən 5 gün sonra 28 apreldə Türkiyənin İstanbul şəhərində olacaq. Mən 91 kiloda Latin Amerikalı məğlubiyyətsiz boksçuya qarşı döyüşəcəm WBS-in dünya kəmərini. Hansı ki, bu kəməri ağır çəkidə döyüşmüşdüm. İndi isə 91 kiloda vuruşuram, 91 plusda yox. Məqsədim qazanmaqda, özümə güvənirəm, tam hazıram, formadayım. İnşallah döyüşüb kəməri gətirəcəm ölkəyə. Boksçular var, professional boks döyüşçüləri var ki, bugünkü gündə efirlərə dəvət olunmurlar və sosial şəbəkələrdə olsun, istər televiziya sahəsində olsun, yəni tanınmırlar. Adlarını belə bilmədiyimiz Azərbaycanda o qədər gözəl idmançılarımız var ki, fərqi yoxdur hansı sahədə olursa olsun, yəni idman sahəsində, amma tanınmırlar. Xarici ölkələrdə dəfələrlə erməniləri məğlub ediblər və digər ölkə vətəndaşları, idmançılarını məğlub ediblər. Yəni buna səbəb nədir? Niyə tanınmırlar? Niyə önə çıxmırlar? Önə çəkən mi yoxdur? Bunların səbəbi boksçularda deyil. Məncə səbəb hansı ki, bu sosial medialardadır. Səbəb səhv deyim də, səbəb səhv olaraq həmən bu televiziya kanallarındadır. Niyə məsəl üçün məhz 100 il əvvəl, 90 il əvvəl, 60 il əvvəlki boksçuları göstərirlər? Hansı ki, idman verilişlərində baxırsan ki, açırsan televizoru, baxırsan 60 il əvvəlin döyüşü gedir. Filankəslə vuruşdu, filankəslə vuruşdu. Amma yeni eradan heç kəs heç nə paylaşmır, göstərmir, çəkmir. Bizim də yaxşı idmançılarımız var. İstər kickboksda, istər MMA-da, istər peşəkar boksda, amatör boksda. Onları gündəmə çıxartmaq lazımdır. Zaten sən 60 il əvvəli göstərirsən efirdə, onlardan sən heç bir gəlir əldə eləmirsən. Baxış sayı yığırsan ancaq. Amma heç olmasa öz gündəmdə olan idmançılarımızı çəkib göstərməlidir, tanıtım eləməlidir. Mən bunları səbəb elə həmən televiziyalarda görürəm, boksçularda yox. Boksçu neyləsin, gedib kimə deyilsin, gəl məni çək. Məsəl üçün, olur, məlumat verirsən ki, biz filan şəhərdəyik, tutalım, Bangkokda vuruşduq, filan titulun çempionu olduq, himnimiz səsləndi, bayrağımızı uca elədik, adam qürürdür, fəxr edir. Bəzi adlarını çəkmirəm, bəziləri sənin qarşında pul güdürlər. Deyir ki, bu qədər pul ver, sizi intervalla çəkək, ayıbdır yəni bu belə şeylər. Yəni mən belə şeylərə düzgün baxmıram. Biz başqa ölkəni təmsil eləmirik, öz ölkəmizi təmsil edirik. Öz millətimizi, öz mədəniyyətimizi, öz tərbiyəmizi, öz himnimizi, bayrağımızı təmsil edirik. Mən demirəm, təbliğ eləmirəm iminli idmançılarımızı çəksinlər, görsəsinlər. Azərbaycanı ümumiyyətlə layiqincə təmsil edən tək idmançı yox, hər bir kəs efirə çıxmalıdır, üzə çıxmalıdır, o qədər yəni mədəniyyətimizdən danışmalıdır, belə şeylər təbliğ olunmalıdır. Sizin fikrinizcə, yəni bugünkü gündə gənclərimiz, yəni az yaşlı uşaqlar, yəni söhbət 10-15 yaş arası gənclər, uşaqlar, az yaşlılar idmana daha çox meyillidirlərmi? Yəni daha çox sanatlılarmı idmanla məşğul olsunlar, idmana gəlsinlər? Yoxsa əvvəlki nisbi dövrlərdə belə deyək, bir 10 il bundan öncə geri baxsaq daha çoxmu insan, az yaşlılar gəlirdi, yoxsa indimi? Əvvəl daha çox maraq var idi idmana, yeniyetmələrdə, gənclərdə. İndi hamı telefondadır, hamısının başı telefondan qalxmır. 30-35% meyl eləyən var sağlam həyata. 70-75%, 65%, yəni bədbəxtçiliyimizdir bu da. Sağlam yerə yönlənmirlər. Sizin bəs ilk müəlliminiz kim olub sizə, ilk dərsləyən şəxs? Həvəskar boksda ilk müəllimim Hüseyin Bağırov olub. 16 il onun tələbəsi olmuşam. Təhsil İdman Mərkəzinin yetirməsi olmuşam. Həvəskar boksda 16 il. Ondan sonra peşəkar boksa keçid elədim. İlk dəfə peşəkar boksda Qərib Orucovun yanında hazırlaşdım. 2 il, 2 il yarım belə. Sonra Dubayda hazırlıqlarıma davam elədim. Bəzi başqa ölkələrdə davam elədim hazırlıqlarıma. Hazırda Azərbaycanda Bakıda Bəxtiyar Abbasovgilin, hansı ki tanınmış qaydasız döyüşçümüz, fəxrimiz olub. Onların zalında, Baku MMA Akademiya zalında, Nərimanovda orada hazırlıqlarımı davam edirəm. Bəs İdman Federasiyasından hər hansısa bir bu döyüşlərlə bağlı sizə dəstək olurmu? Xeyr, heç bir dəstək yoxdur. Ümumiyyətlə, Peşəkar Federasiya
bir neçə illərdir fəaliyyət göstərir Azərbaycanda, yaxın illərdir. Amma necə deyim, maddiyyat baxımından federasiyadan dəstək olmur. Professional boks belə bir idmandır ki, sənin menecerin, sponsorun olmalıdır ki, səni maliyyələşdirirsin. Federasiya dəstəyi ancaq belə ola bilər ki, məsəl üçün yarışlar təşkil olunsun ölkəmizdə və yaxud sənə başqa ölkələrdə döyüşməyə icazə versinlər, icazə kağızı versinlər, belə dəstək ola bilirlər. Maddiyyat cəhətdən dəstək yoxdur. Yəni sizin fikrinizlə bizim ölkədə belə deyək, professional boks döyüşçülərinə aylıq əmək haqqı verilsə daha məntiqlə düzgün olar. Çünki bu insanın başqa gəliri yeri yoxdur, sadəcə idmandır, döyüşlərdir. Bəli, əsas məsələ odur ki, aylıq pul məsələsi yoxdur deyən bəzi idmançılarımız bilmirsən, həm idman eləsin, həm işə getsin. İşlə idman düzgün gəlmir də, yorğunçuluq olur. Sən bir peşənin sahibi ola bilmirsən. Yəni sizdə olubmu? Yəni həm idman, həm iş? Əvvəllər olub, artıq bir neçə ildir daha işləmirəm heç yerdə. Gənclərimizə deyə bilərəm ki, içkidən, siqaretdən, axmaq vərdişlərdən uzaq olsunlar. Sağlam həyata sövq eləsinlər özlərini. İdman eləsinlər. Şərt deyil ki, çıxsınlar, döyüşsünlər və yaxud da yarışlara getsinlər. Sağlamlıqların naminə yəni idmanla məşğul olsunlar, dil öyrənsinlər, kompüter savadları olsun, gələcəklərinə görə. Ölkəmizdə professional boksda titullu döyüşçülərdən kimlər var? Azərbaycanın gəlmiş keçmiş ilk dünya çempionu Fariz Məmmədovdur. Hər kəs tanıyır yəqin ki, WBF versiyasının dünya çempionu olub. İlk Azərbaycanlı olub. Ondan sonra Ali İsmailov titullu boksçu olub. WBO-nun Latino çempionu olub. Sonra Fuad Tarverdi var, rəsmi Aziya çempionu olub. Bangkokda WBA Aziya çempionunu məğlub edərək Aziya çempionu olub. Sonra bizdə İsmət Quliyev var, WBC Aziya çempionudur. Fuad Tarverdi, İsmət Quliyev, sonra Seymur Usayev var, UBO versiyasının dünya çempionudur. Hazırda 28 aprel o da İstanbulda döyüşəcək, Türk boksçusuna qarşı. Ağır zədəniz nə olub? Ən ağır zədəm, deməli, Afrikanın Akra şəhərində alan revajı, Nigeriyalı boksçu Duradola ilə döyüşdə dişlərim qırılıb. Bu dişlərim mənim deyil, yəni həkimin dişləridir. 8 dənə dişim qırılıb. Ağır döyüş olub. Ağır döyüş. Bir də Rusiyada 2 qabırğam qırılıb döyüşdə. Rus idmançı ilə, ağır çəkili idmançı ilə döyüşdüm. 2-ci raundda qabırğam qırıldı, döyüş uduzdum. Bu qəfəs döyüşlərindən bağlı istəyərdim ki, o mövzuya da toxunaq. Qəfəs döyüşlərindən bağlı belə deyərdim ki, hal-hazırda Azərbaycanda MMA döyüşləri, qəfəs döyüşləri daha çox maraqlı olub, populyarlaşmağa başlayıb. Niyə? Həm onlarda birlik var, bərkdirlər, ailə kimidirlər. Həm dəstək olanları var. Amma peşəkar boksda məsəl üçün dəstək yoxdur, maliyyə yoxdur deyən Azərbaycandan söhbət gedir. Ona görə MMA Azərbaycanda hazırda peşəkar boksdan öndə durur. Amma halbuki dünyada ən populyar, ən prestijli, ən qazançlı idman professional boksdur, ən yaxşı biznes. Bəzi ölkələrdə, yəni bu sosial şəbəkələrdə rastımıza, qabağımıza çıxır, qanunsuz qəfəs döyüşləri olur. Yəni sizə təklif gəlibmi başqa ölkədə? Azərbaycanda yəni bildiyim qədər yoxdur qanunsuz qəfəs döyüşləri. Amma xarici ölkələrin bir çoxlarında var qanunsuz qəfəs döyüşləri. Yəni təklif gəlibmi? Yəni qanunsuz qəfəs döyüşlərlə bağlı. Əslində qanunsuz deyil, onların hamısı qanunludur. Sadəcə adları qaydasız döyüş gedir. Əslində onların hamısı qaydalı döyüşlərdir. Sadəcə adı qaydasız döyüş gedir. Qanunsuz bəzi küçə döyüşləri olur. Rəsmiyyətsiz də, rəsmi heç bir lisenziyası olmadan döyüşlər var. Onlar da ki, bizdə yoxdur, düzdür. O, ən çox Amerikada olur, Rusiyada olur belə döyüşlər. Küçədə özləri təşkil edirlər, insanlar yığılır, meydan qurur, döyüşdürürlər, kim qazanar, bu qədər pul alır, uduzan bu qədər pul alır. Amma biz qıraqdan gördüyümüz, onlar əslində qaydalı döyüşlərdir, qaydasız deyil. Qəfəs döyüşlər olsun, barnaklı olsun, top dog fighting olsun, hansı ki təzə yaranıb, meşok düzürlər, orada döyüşürlər. Bizi yəni
Həmən döyüşlərdə də Azərbaycan layiqincə təmsil edən Gülhüseyn Ağazadə var. 3 döyüş keçirib, 3-ündə də qazanıb. Hələ də uduzmayıb. Erməninin də udub orada, Rus da udub, başqa ölkənin də udub. Əlcəksiz, yəni top dog fightingdə də döyüşüb, barnaqla da döyüşüb, qalib gəlib. Döyüş zamanı yəni bu normal bir döyüşdür. Yəni orada xəsarətlər olur təbii ki. Yəni elə olubmu ki, yəni ölümlə üz-üzə gələn bir rəqibiniz olsun və yaxud da siz özünüz yəni ölümlə üz-üzə gələsiniz. Yəni ağır zədə alasınız, ağır döyüş keçə. Ölümlə üz-üzə gələn rəqibim olmayıb, amma Bangkokda Aziya titulunda döyüşdə rəqibin qabırğasını qırmışam. 4 gün sarıqda qalıb, məsəl üçün həkim nəzarətində olub. Ümumiyyətlə ölüm olan döyüşlər ən çox professional boksdadır. Daha çox ölüm hadisələri baş verir. Onun məsuliyyətini kim daşıyır həmin o döyüşdə? Onun məsuliyyətini orqanizasiya, promotor, təşkilatçı bunlar daşımır əslində. Çünki məsuliyyəti boksçu daşıyır. Öncədən federasiyadan öz icazələrini, razılaşmalarını alırlar və həkim yoxlanışından keçirlər döyüşdən qabaq. Hər bir kəs döyüşdən bir həftə, 10 gün qabaq həkim yoxlamasından keçib baş MRT-si testidir, qan analizləridir, hepatitlərdir, ümumi tibbi araçlarını hansı ölkədə yarışda olsansa, həmən ölkənin federasiyasına təqdim edirsən. Qan analizləridir, tibbi araçdır, bunların 6 ay müddət olur, beyin MRT-sinin 1 il müddət olur. 45 yaşa qədər. 45 yaşdan sonra 6 aydan bir beyin MRT-sindən keçməlisən, əgər döyüşçüsənsə. Nəyə görə? Çünki bunlar hamısı şərtdir. Ola bilər 6 aydan sonra səndə beynində udar almaqdan problemlər yarana bilər və yaxud sağlamlığında xəsarət yarana bilər deyən həkim kağızlarını doğru, düzgün şəkildə federasiyaya təqdim eləmək mütləqdir. Kimsə ringdə həyatını itirdiyinə görə ola bilər ki, belə şeylər ümumiyyətlə gec-gec baş verən şeylərdir. Nə bilim, 10 mində bir dəfə olar, 20 mində bir dəfə olar. Amma ən çox bu hallar peşəkar boksda olub. Qıraqdan hasant gəlsə də, amma daxildə çox çətindir. Çünki professional boksla qaydasız döyüşün fərqi budur ki, bizdə daxili travmalar yaşayırıq, qaydasız döyüşdə xarici travmalar yaşayırlar. Qaş sırılır, üz partlayır, burun dağılır, qan içində olursan, xarici travmalar yaşayır, daxili yox. Amma peşəkar boks daha ağır idman növüdür, həm də daha qazançlı idman növüdür, daxili travmalar çoxdur. O, həyatını itirən idmançılar olarsa, o baxır indi orqanizasiya tərəfindən ya boks camiyyəsi tərəfindən bəlkə kompensasiya ya yardım zat belə göstərilərə. O baxır insanların özlüyünə ücə. Yəni şərtdə elə bir şey yoxdur. Amma o insanın özündən asılıdır, orqanizasiyadan ya boks camiyyəsindən asılıdır. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Mən sizə təşəkkür edirəm, dəstək oldunuz. İnşallah ayın 28-də Azərbaycan 9 idmançısı ilə İstanbulda döyüşəcəyik, gücümüzü göstərəcəyik Allahın izindən. 29 ölkəmizə qayıdacaq. Neçə nəfər girirsiniz Azərbaycana? 9 döyüşçü gedir Azərbaycana. Professional boks döyüşçüləri. Professional boks döyüşçüləri. Sağ olun, təşəkkür edirəm. Allah razı olsun.